Salam. Bugünkü mövzumuz Azərbaycanın relyefi, geoloji quruluşu və tektonik zonalar. Azərbaycan Avropa və Asiyanın sərhəddində Cənubi Qafqaz regionunda yerləşir. Ölkəmiz 38 və 42 dərəcə şimal enliyi, 44-51 dərəcə şərq uzunluğunda yerləşir. Respublikamızın sahəsi 86,6 min kvadrat kilometrdir. Mütləq hündürlük Baltik dənizin səviyyəsindən ölçülür və ən hündür zirvəmiz Bazardüzü zirvəsidir, 4466 metr hündürlüyündə. Ən çökək ərazi isə Xəzər sahili ərazidir, -27 metr dərinliyində. Respublikamızda orta hündürlük 657 metrdir və dəniz səviyyəsindən aşağı olan hissə 18% təşkil eləyir. 200 metrə qədər olan ərazi 24%, 200 metrdən 1000 metrə qədər olan ərazi isə 31% təşkil edir. Ümumilikdə respublikamızın 73%-i 1000 metrdən aşağı, 27% isə 1000 metrdən yüksək ərazilərdir. Buna baxmayaraq isə Azərbaycana dağlıq ölkə deyirlər. Yəni Alp-Himalay qurşağında yerləşdiyinə görə. Azərbaycan quruda 5 dövlətlə həmsərhəddir. Şimalda Rusiya 391 kilometr uzunluğa malikdir və burada yerləşən, sərhəddə yerləşən təbii məntəqələrə isə Baş Qafqaz silsiləsi, Sudur silsiləsi, Samur çayını qeyd edə bilərik. Şimal-qərbdən Gürcüstandan sərhəddir. Burada Mazım çay, Qanı-Xəri çay çökəkliyi, Qanıq çayı, Qabırlı çayı, Çobandağ, Ceyran çöl və Candar gölün adını deyə bilərik. Qərbdən isə Ermənistandan sərhəddir, 1007 kilometr. Burada yerləşən təbii sərhədlərə Muruğuz silsiləsi, Muruğuz dağı, Şahdağ silsiləsi, Böyük Hinal dağ, Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Yazı yaylası, Naxçıvan ərazisindəki Zəngəzur dağları və Dərələyəz silsiləsi. Cənub-qərbdən Türkiyə ərazisinə həmsərhəddir, 15 kilometr. Burada Sədərək və Araz çayının adını qeyd edə bilərik. Cənubdan isə 765 kilometr uzunluğunda İranla sərhəddir. Burada Naxçıvan ərazisində yerləşən 7 dənə düzün adını qeyd edə bilərik. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzləri. Aşağı Araz çökəkliyində isə Gəyən, İncə, Hərəmi düzləri və Mil düzü, Muğan düzü, Bolqarçay, Burovar silsiləsi, Talış dağlarında Talış silsiləsi və Astara çayın adını qeyd edə bilərik. Azərbaycanın şimal hissəsindən Quton dağ, şimal ucqar nöqtəsi Quton dağ, cənubda Astara çay, şərqdə Şahdili və yaxud da neft daşlarını qeyd edə bilərik, qərbdə isə Sədərək. Azərbaycan geoloji quruluşuna görə mürəkkəbdir. Ona görə Azərbaycanda çoxlu faydalı qazıntılar var. Həm çökmə, yanar faydalı qazıntılar, həm də maqmatik filiz faydalı qazıntılar var. Azərbaycanın geoloji quruluşu mürəkkəb olduğuna görə biz onun hansı dövrlərdə əhatə edən süxurların adlarını qeyd edəcəyik. Azərbaycanda Paleozoy, Mezozoy və Kaynozoy erasının süxurları yayılmışdır. Paleozoy erasının süxurları çox az bir ərazini əhatə eləyir. Naxçıvan ərazisində, Dərəliyəz silsiləsində, Sədərək qalxanında və Tovuz rayonu ərazisində Tovuz çay, Zəyən çay, Əsrik çay hövzəsində Paleozoy dövrlərinin süxurları yayılmışdır. Daha sonra Mezozoy erasının Trias, Yura, Təbaşir dövrlərinin süxurları yayılmışdır. Trias dövrünün süxurları çox azdır. O da Naxçıvan ərazisində, Dərəliyəz silsiləsində rast gəlinir.
Yura və Təbaşir dövrünün süxurları isə Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında rast gəlinir. Böyük Qafqaz dağlarında Yura yuxarı, orta dağlıqda isə Təbaşir dövrünün süxurlarına rast gəlinir. Kiçik Qafqazda isə Təbaşir dövrünün süxurları yuxarıda, yəni yüksək dağlıq ərazidə, orta dağlıqda isə Yura dövrünün süxurları yayılmışdır. Burada ipucumuz Yura yuxarı, orta, Təbaşir dövrü. Kaynozoy dövrünün süxurları, Kaynozoy erasının süxurları isə, yəni dövrlərini qeyd etsək, Paleogen, Neogen, Antropogen dövrləri. Bu süxurlar isə əsasən Respublikanın 5/4 hissəsini əhatə eləyir və Paleogen dövrünün süxurlarına biz Talış dağlarında, Dərələyəz silsiləsində, Şahdağ silsiləsində və Qobustan-Abşeron ərazilərində rast gəlirik. Neogen dövrünün süxurları isə N hərfi ilə göstərilir və Neogen dövrünün süxurlarına Ceyrançıl Acınohurda, Qusarmaylı düzənliyində, Yaşma düzündə, Qobustan-Abşeron ərazisində rast gəlirik. Daha sonra Kaynozoyun 4-cü dövr çökmə və vulkanik mənşəli süxurlar olaraqdan iki yerə ayrılır. Çökmə mənşəli süxurlar əsasən düzənliklərimizdə Qarayazı düzü, Gəncə Qazax düzü, Qarabağ düzü, Gəncə Hərəmi düzü, Şirvan düzü və s. bu ərazilərimizin Lənkəran ovalığı, Səlyan, Cənub-Şərqi Şirvan düzü, daha sonra Samur Dəvəçi ovalığında yayılmışdır və həmçinin də Naxçıvan ərazilərində Orta Araz, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan hissəsində yayılmışdır. Vulkanik süxurlara isə biz Qarabağ vulkanik yaylasında, həmçinin də Naxçıvan və Dərələyəz ərazilərində də vulkanik mənşəli süxurlara rast gəlirik. Azərbaycanda 5 tektonik zonaya ayrılır və bu tektonik zonalarda müəyyən olunur ki, deməli, meyillilik daha yüksəkdir və həmçinin burada tektonik çatlardan mineral bulaqlar səthə çıxır və burada tez-tez zəlzələlər və sürüşmə hadisələri baş verir. Azərbaycan ərazisi 5 tektonik zonaya ayırdıq. Burada Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür dağ arası, iki dənə dağ, yəni Böyük Qafqaz və Kiçik Qafqaz arasında yerləşdiyinə görə deyirik. Kür dağ arası çökəkliyi, Kiçik Qafqaz tektonik zonası, Kiçik Qafqaz biraz fərqlidir, yəni 3 dənə ərazini əhatə eləyir və bir də Orta Araz əyilməsi və yaxud da Araz-Cavan platforması, iki adda deyilir. Böyük Qafqazda, Ön Qafqaz çökməsinin olduğu ərazilərə diqqət yetirək. Ön Qafqaz çökməsində baxaq hansı ərazilər var. Samur Dəvəçi ovalığı, Şollar düzü və Qusarmaylı düzənliyinin bir hissəsi Ön Qafqaz çökməsində yerləşir. İkincisi, Böyük Qafqaz qalxması. Böyük Qafqaz qalxmasını biz elə xəritədə sərhəd xətlərinlə müəyyən eləyə bilərik. Böyük Qafqaz qalxmasının yerləşdiyi ərazilərdə biz Baş Qafqaz silsiləsi, həmçinin Baş Qafqaz silsiləsində olan bir neçə dərsliyimizdə verilən silsilələrin də adlarını qeyd edə bilərik. Qubaq silsiləsi, Qaflan silsiləsi, Güney silsiləsi, Cəfər Yayla silsiləsi, Dübrar silsiləsi, burada Qaraquzey silsiləsini qeyd etdik, Qaraquzey silsiləsi, Yan silsilə, qeyd edeyim ki, yan silsilə Rusiyanın sərhəddə düşmür. Yəni, ən çox testlərdə bu düşür və yan silsilənin ən hündür zirvəsi Şahdağ zirvəsidir ki, 4243 metr hündürlüyündə. Sonra Dübrar silsiləsi 2205 metr hündürlüyündə ən hündür zirvəsi. Burada yerləşən Qobustan alçaq dağlığı və Abşeron təpəli tirəli düzənlik. Bu ərazilərdə Ləngəviz silsiləsi çat zonasında sınma xəttindədir və Kür dağı arası ilə Böyük Qafqazın sərhəddindədir. Şamaxı ərazisində də məhz buna görə yüksək 9 balıq zəlzələlərə rast gəlinir. Daha sonra Qovdağ və Niyaldağ silsilələri Təngi silsiləsinin adını qeyd edə bilərik.
Bunlar Böyük Qafqaz qalxmasında yerləşdi. Kiçik Qafqaz qalxmasında isə Kiçik Qafqaz dağlarında həmçinin Zəngəzur, Dərəliyəz və Talış dağlarının adlarını qeyd edəcəyik. Burada yerləşən Şah Dağı silsiləsi, Murov Dağ silsiləsi, Murov dağın üzərində yerləşən bir neçə hündür məntəqələrin, zirvələrin adlarını qeyd edəcəyik dərsliyimizdə verilən. Qoşqar 3361, Kəpəz 3066, Murov Dağ silsiləsinin ən hündür zirvəsi Camış Dağ 3724 metr hündürlüyündə. Burada Ömər aşırımı var. Ömər aşırımı 3261 metr hündürlüyündə. Daha sonra Qarabağ vulkanik yaylasına gəlirəm. Qarabağ vulkanik yaylası ən hündür zirvəsi Dəli Dağdır. Burada vulkanik suxurlara, yəni vulkanik yüksəkliklərə Gəlinqaya, Qızılboğaz, Böyük İşıqlığın adlarını, həmçinin də Axarbaxarın adını qeyd edə bilərik. Qarabağ silsiləsi isə ən hündür zirvəsi Böyük Kirs 2725 metr hündürlüyündə. Burada yerləşən testlərə bəzən düşən suallardan Ziyarət silsiləsi, Qırxqız silsiləsi deməli adlarını qeyd edə bilərik. Naxçıvan ərazisində Kiçik Qafqaz qalxmasına düşən ən hündür zirvələrin ərazini qeyd etsək, Zəngəzur silsiləsində Qapıcıq zirvəsi, bunu qapının zəngi Zəngəzurda, Qapıcıq zirvəsini yadda saxlaya bilərik. Dərəliyəz silsiləsində isə ən hündür zirvə Kükü Dağdır, 3120 metr hündürlüyündə. Burada da 0, 1, 2, 3 rəqəmlər var, yəni oradan yadda saxlaya bilərik. 3904 isə Qapıcıq zirvəsidir. Bu da Azərbaycanda yəni 4 metrdə aşağı düşsə, qar xəttinin keçdiyi ərazi hesab olunur, hündürlük hesab olunur. Sonra Talış dağlarına gəldikdə, Talış dağlarında isə Talış silsiləsinin ən hündür zirvəsi deməli Kömürgöydür, 2493 metr hündürlüyündə və Qızyurdu 2433 metr hündürlüyündə. Talış dağlarının Talış silsiləsi İrandan da sərhəddə düşür, ən hündür zirvə hesab olunur. Qeyd edeyim ki, Kiçik Qafqaz tektonik zonası daha yəni çox ərazini və biraz da dəyişik olaraqdan əraziləri əhatə eləyir və Kiçik Qafqazda demək Naxçıvanın düzlərində Gülüstan, Yayçı, Ordubad düzlərinin də adlarını mütləq bu hündürlüyə qeyd edəcəyik. Buravar silsiləsində qeyd etməmişdimsə onu da qeyd edim. Sonra gəlirik Kür dağarası çökəkliyi vilayətinə. Kür dağarası çökəkliyi vilayətində, yəni iki dağın arasında olduğuna görə bu adı veriblər. Demək, Qanıq Əyri çay, onu belə deyək, gəlin Kür çayının sağ və sol sahilinə əsasən müəyyən edirək. Çayın sağ və sol sahilini nəyə əsasən müəyyən olunur? Çayın axdığı mənsəbində üzümüzü tuturuq. Sol əlimiz olan hissə sol sahildir, sağ əlimiz olan hissə isə sağ sahili hesab olunur. Kür çayının sol sahilindən başlayaraq qərbdən şərqə doğru düzəcəyik. Qarayazı düzü, Ceyran çöl düzü, Azərbaycanın ən böyük düzü Şirvan düzü, Ceyran çöl burada Acınohurda qeyd edelim, Acınohur düzü, Şirvan düzü və cənub-şərqi Şirvan düzü. Şirvanlar ikisi də sol sahildədir. Daha sonra sağ sahilə gəldikdə isə qərbdən şərqə deyirəm, Gəncə-Qazax düzü, Qarabağ düzü, Mil düzü, qeyd edeyim ki, Mil düzü Arazın Kürün sağında, Arazın isə solunda yerləşir. Muğan düzü, Muğan isə hər ikisinin sağında, ağı, sağı, yəni ikisi də ipucu olaraq da buradan yadınızda saxlaya bilərsiniz ki, hər ikisinin sağında, Kür çayının sağında, Araz çayının sağında yerləşir. Və Salyan düzü. Bu ərazilər həmçinin Lənkəran ovalığı, Araz çayının solunda yerləşən Gəyən incə hərəmi düzləri Kür tektonik çökmə ərazisində yerləşir. Bir tək qaldı bizim Orta Araz əyilməsi və yaxud da Araz Cavan platforması. Burada isə Türkiyə ilə İranla sərhəddə yerləşən 4 dənə düzün adını qeyd edəcəyik. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan isə Orta Araz əyilməsində yerləşir. Bugünkü mövzumuz bu qədər. Azərbaycanın relyefi, geoloji quruluşu və tektonik zonaları.